Müəllimlərimiz qoşulsun. Ona kimi nəsə suallarınız varsa, buyurun verin. Suallarınızı verin, cavablayayım. Çox sağ olun, yaxşı olasınız. Axşamınız xeyir müəllimə. Hər vaxtınız xeyir. Dərsim sualım mövzu ilə bağlı olmasa da kənar olsa olar. Yəni nə kimi kənar? Yəni Nəylə iş, bahs edik? işlə bağlı. Aha, Müəllimlərin yazın. stajı 3 il olandan sonra maaşda artım olur, yəni dərəcə qalxır. Müəyyən qədər bəli. Əsasən 3 il stajınız varsa, sertifikasiyada iştirak edirsiniz. Yüksək bal toplasanız, maaşınıza düzdür. Hələ rəsmi bir açıqlama olmayıb. Amma sertifikasiyanın Sertifikasiyadan nəticəsində kənar deyirəm maaşınız. müəllimə. Hə, Çünki sertifikasiyadan tərbiyəçilərin kənar. sosial kitabında yazılır ki, tərbiyəçinin ştatı 3 ildən 5 ilədək Aha, olan, yəni 3 il tamam olan sonra dərəcə artır. 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 Aha, Bəli. Yəni elə böyük bir fərq olmur maaşdan. Cüzi də olsa fərq olur, bəli. öyle olur onda. Hə, çox sağ Hı olun -hı. müəllimə. İl artdıqca staj da artır mütləq Xeyir olsun müəllimə. dərəcədə. Hər vaxtınız xeyir. Axşamınız xeyir. Bağışlayın, narahat edirəm. Müəllimə, sualım odur ki, fevral qrupunu demişdiniz ayın 23-dən başlayacaq. Marta qaldı, Aha. hə, deyəsən o gün start. Xeyr, Hə, qalmadı. tamam, Qalmadı. yaxşı. Elə fevralın 23-üdür inşallah. 23-də Yəni birinci istərsiniz. Hə, günü elə bir nəsə start yox, yox, görmüşdüm, hə. 23-dür. Tamam, əla. Gözəl. Narahat Əla olun. Əgər oldu. Çox ödənişə sağ ol. görə də müəllimlər yazıbdı, maaşda ödəyərsiniz. İndi kim istəyir əvvəl ödəyər, kim istəyir maaşda. Onsuz da arada nə qədər fərq var? 3-4 gündən Hə, sonra yox, maaş elə ödəyir. kartı qruplarsız ödəyərik. Çox sağ Yaxşı, ol. yaxşı. Narahat olmayın. Siz sağ olun. Tamam müəllimə, çox Yaxşı, sağ olun. başlayaq mı? Siz sağ olun. Başlayıram. Deməli, müəllimlər, iş suları haqqında məlumatımız var. Bu gün iş formalarına diqqət yetirək. Dərsdə diqqətli olsanız, inanıram ki, iş formalarını da mükəmməl biləcəksiniz. Testlər də onsuz da quiz yarışlardır. Daha sonra Google Form formatında testlərdir. PDF formasında testlər Telegram kanalında paylaşılır. Və hər axşam yarış olur. Bu gün dərs təşkil etdim deyə quiz yarışı olmayacaq. Amma ki, belə qeyd edim, mütəmadi axşam saatlarında 10-da, 9-da əvvəlcədən xəbər edirəm. Bax, quiz yarışlar olur, qoşulun, orada da öyrənirsiniz. Elə müəllimlər var, yazır ki, müəllimə, quiz yarışlar çətin olur. Deyirəm, bəs çətin deyil, bilmədiyiniz. Nə üçün çətin deyirik? Çətin bizim üçün nədir? Bilmədiyiniz mövzu, düzdür? Yəni, zəif olduğumuz, testdə işləyə bilməyəndə deyirik, necə çətin idi. Bu quizlər də sizə öyrədir. Asan olsuz da hər bir qrupda var. Düzdür, indi bəzən mən də asan salıram, amma çətin olanda da yəni bilmədiklərinizdir ki, çətindir. Onu da öyrənirsiniz. Yoxsa asan bir də o qədər qruplar var. Hər birinə daxil olursunuz, asanları işləyirsiniz. Yaxşı, yəni motivasiyadan düşməyin. Zəif nəticə toplasanız da əsas odur ki, öyrənirsiniz. Yəni mən müdavimlərimə də deyirəm nə səhviniz var, nə zəifliyiniz var, burada olsun. Sertifikasiyada inşallah ki, və yaxud MİQ imtahanda yüksək nəticə toplayın. Yaxşı, başlayaq. Sizdən sonra başqa dərsim var. İndi də başqa bir dərsdən çıxmışam, biraz yorğunam. Deməli, müəllimlər, bizim təlim strategiyalarımız var, bilirsiniz. Təlim strategiyalarına nələr daxil idi? Təlimin təşkilinə verilən tələb prinsiplər, planlaşdırma, bir də iş üsulları, iş formaları. Yəni bizim əslində iş üsullarımızda, iş formalarımızda nəyə aiddir? Təlim strategiyasına. Strategiya nə idi, əziz müəllimlər? Yəni biz elə məntiqli qərarlar qəbul edirik ki, qısa zamanda maksimum nəticə əldə edirik. Yəni mənim əslində dərsimin səmərəli olması mənim düzgün forma metodları seçməyimdən ibarətdir. Düzgün planlamamı həyata keçirməyimdən, yəni təşkil etməyimdən ibarətdir. Təlimin təşkilinə verilən tələb prinsiplərini düzgün reallaşdırmağımdan ibarətdir. O zaman təlimim səmərəlimi olur? Əlbəttə. Qısa zamanda maksimum nəticə əldə edirik. Yəni az vaxt sərf edərək optimal maksimum nəticə əldə etmək mənim düzgün strategiyalarımı qurmağımdan ibarətdir. Və eyni zamanda da iş üsulları haqqında keçən dəfə məlumat verdim. Video kaydı olmadı, çox təəssüf ki. İndi iş formalarını götürmüşəm, kaydını paylaşacağam YouTube-da. Çünki müəllimlər bir də görürsüz qoşula bilmirlər. Məhdud say var da. 100 nəfərdən sonra qoşulmaq olur. Baxın 100 nəfərimiz də tamam olub. İndi deməli baxın, təlim iş üsulu iş formasına sual cavab edəcəm. İndi iş formalarına baxaq. Bizim kurikulumun tələbi ümumiyyətlə dövlət tərəfindən təhsilin özünün 4 dənə iş forması var. Bax 4 dənə də əsas. Hansıdır? Fərdi, cüt, qrup, bir də kollektiv.
4 dənə iş formamız var. Amma eynən iş üsulları kimi də iş formalarımız da yaş qrupuna görə dəyişir. Yəni 4 dənə olmağına baxmayaraq biz bu 4-ünü də məsəl üçün erkən inkişaf dövründə, yəni 1-3 yaşında istifadə etmirik. Deyək ki, mən 1-3 yaş, yəni ya 1-ci kiçik qrupun, ya da 2-ci kiçik qrupun müəllimiyəm. Düzdür? Plan yazıram. Bilirsiniz ki, orada iş, yəni həftəlik planda həm məqsədimiz, həm də iş üsulu, iş formamız yazılmalıdır. Mən əgər durub keçən dəfə də demişdim iş üsulunda. 1-3 yaşa götürüb səslərə buy. Səslərimiz niyə açıq qalıb? Sonda açarsa sual cavab edəcəm. Hələ ki, birəcə səssizliyə riayət edin. Suallarınız nə varsa chat bölməsinə yazın. Bax, dediyim kimi plan yazıram. Mən birinci və ikinci kiçik qrupun planında iş forması yerinə götürüb cütlərlə və qruplarla iş formasını yaza bilmərəm. Niyə? Çünki bu yaş qrupunda hələ uşaqlar nə əməkdaşlıq bacarığına sahib deyil, nə də ki, misal üçün, ünsiyyət mədəniyyətinə sahib deyil ki, durub bir-birini gözləsinlər, bircə fəaliyyətdə iştirak etsinlər, əməkdaş olsunlar, problemin həllində bircə iştirak etsinlər. Hansı ki, bu iş formasının özəlliklərindən biridir. Və yaxud cütlər. Cütlərdə nə idi? Bir-birinə yardım etmək, daha sonra birlikdə problemin öhdəsindən gəlmək, empatiya hissini formalaşdırır, bir-birini dəyərləndirmə və s. 1-2 və 2-3 yaşında uşaq bunu bacararmı? Xeyr. Görürsünüz, yəni mənim bu iş formalarını durub kiçik qrupda yazmamın heç bir mahiyyəti olmayacaq və mən məqsədimə çata bilməyəcəm. Hansı ki, mənim iş formalarım əslində məqsədimə çatmama xidmət edir də. Mən bunlardan istifadə edirəm, həm iş üsullarından, həm iş formasından ki, sonda təlim nəticəsinə, yəni məqsədə çatım. Düzdürmü? Yəni məntiqli düşünürəm, seçirəm hamısını mənim mövzuma, məqsədimə uyğun və məşğələ sırasında tətbiq edirəm. Qısa zamanda gəlib nəticəni əldə edirik. Yəni uşaqlar mövzunu tam qavrayır, mənə nümayiş etdirir. Amma mən durub 1-3 yaşında dediyim kimi cütlərlə və qrupları seçsəm, sırf qrupa, yarım qrupu demirik. Sırf qrupu seçsəm, məqsədimə çatmayacam. Çünki uşaqlar mən istədiyim o bu iş formalarının tələbini mənə verə bilməyəcəklər. Ona görə 1-3 yaşında bundan istifadə etmirik. 1-3 yaşında istifadə etdiyimiz iş formaları hansıdır? Fərdi, yarım qrup, bir də kollektiv. Yəni bir kiçik qruplarda işləyən müəllimlər planında ancaq bu üçündən birini yazır. Daha doğrusu birini yox, ikisini də yaza bilərsiniz. Lap istəsəz üçünü də yazın. Amma daha çox yəni bu üç arasında seçimimiz var. Ya fərdidən istifadə edirəm, ya qrup, ya da kollektivdən. Amma 3-6 yaşında eynən iş üsullarındakı kimi görürdünüz, 1-3 yaşının iş üsulları oyundan ibarət idi. Hansı idi? Didaktik, hərəkətli, bir də sujetli rollu. Amma 3-6 yaşa gələndə artıq tam iş üsulu idi. Əqli hücum idi, problem vəziyyət idi, tapmaca və s. və ilahi. Burada da 3-6 yaşda artıq bütün iş formalarından istifadə edirik. Həm fərdidən, həm cütlərdən, həm artıq tam qruplardan, bir də kollektivdən. Deməli, mənim 4 iş formamın hansı yaşdan etibarən seçilə bilər? 3-6 yaşdan, amma erkən inkişaf dövründə mən cüt və qrupları yaza bilmərəm. Baxın, 4 dənə bizim ümumi iş formamız var, düzdür? Hansını kiçik qrupda istifadə edəmirəm? Nə cütləri, nə də qrupları. Yaxşı, bax, bu ikisi sadəcə 3-6 yaşından istifadə olunur, amma fərdi də, kollektivdə həm ortada da istifadə oluna bilir, yəni böyük inkişafda, həm də kiçik inkişafda da istifadə oluna bilir. Ortaq cəhətlər deməli, fərdi ilə kollektiv oldu. Fərqli cəhətlər, yarım qrupu misal üçün 3-6-da istifadə etmək olarmı? Baxır mövzunuza, istəsəniz, bəli. Düzdür, daha çox kiçik qruplarda da, amma istəsəniz seçim kimi ola bilər. Amma 1-3 yaşında mən qətiyyən nə cüt, nə də qruplardan istifadə edə bilmərəm. Çünki birazdan təhlil edəcək bu iş formalarını, özünüz görəcəksiniz ki, uşaqlar bu formaların tələbinə sahib deyil. Yəni, bu bacarıqları 1-3 yaşında sahib deyil. Elə indi iş formalarını seçərkən əziz müəllimlər, nəyə diqqət yetirmək lazımdır? Eynən iş üsullarındakı kimi ümumiyyətlə təlim prosesində nəyi seçirsiniz, seçin, hər zaman uşağın yaşı nəzərə alınır. Niyə? Görürsüz, yaşlara görə fərqlidir iş forması? Bəli. İş üsulları yaşlara görə dəyişdimi? Əlbəttə. Ümumi təlim nəticələri, yəni alt standartlar yaş qruplarına görə dəyişir, mütləq ki, dəyişir. Düzdürmü? Məşğələlər yaş qruplarına görə dəyişirmi? Bəli. Elə məşğələ var ki, 3-6 yaşından, yəni orta qrupdan etibarən istifadə olunur. Deməli, yaşları hər zaman, adicə güşələr də yaşlara görə dəyişir. Yaşlar mütləq nəzərə alınır. Çünki erkən inkişaf dövrünün xarakteri xüsusiyyətləri fərqlidir. 3-6 yaşının xarakteri xüsusiyyətləri fərqlidir. Və hətta qarışıq qrup yaradanda da görürsünüzmü? Mən gedib erkən inkişafın dövründən 3-6-nın, yəni böyük inkişafın dövrünə qarışdırıb, birləşdirib bir qarışıq qrup yarada bilmərəm. Hansı qruplar birləşdirib yaratmaq olur? Erkən inkişafı bir, yəni birinci kiçik qrupla ikinci kiçik qrupu, bir də ki, bir dənə də qarışıq qrup yaratmaq istəsəm, orta, böyük və məktəbə hazırlığı birləşdirə bilərəm. Amma gətirib birinci kiçik qrupla orta qrupu birləşdirib qarışıq qrup yaratmaq olmaz. Çünki onların xarakteri xüsusiyyətləri fərqlidir, bir-birindən kəskin fərqlənir. Bunu da əvvəllər keçmişəm də dərsiz təlimdə. Düzdürmü? İlkin mövzun orada məlumatınız olar. Nə idi xüsusiyyətləri? Bu elə ən elementarı şüursuz mənimsəmə dövrüdür. Sonra əşyavi manipulyativ aparıcıdır. Sonra nə idi?
Yəni erkən inkişafdır, hələ təcrübə və məlumatların çox az olduğu dövrdür. Amma burada artıq şuurlu mənimsəmə, oyun fəaliyyəti aparıcı fəaliyyətə çevrilir və artıq uşaqlarda kəskin inkişafda fərqlər var. Bax ona görə bunları seçərkən iş formalarına mütləq yaş nəzərə alınır. Sonra uşaqların temperamentində nəzərə ala bilərikmi? Bəli, birazdan təhlil edəndə görəcəksiniz. Məsəl üçün, iki asosial uşağı mən gətirib cütlərlə işə sövq edə bilmərəm. Çünki cütlərin özünün tələbi var. Tələbi nədir? Deyir uşaqlar bir-birindən əməkdaşlıq etsin, bir-birinə yardım etsin, bir-birinin qarşısında məsuliyyət hiss etsin, müəyyən qədər müzakirə etsin, bir-birini qiymətləndirsin. Amma təsəvvür edin ki, mən asosial, özümə qapanıq, introvert bir uşağam. Introvert də, asosial da, özünə qapanıq da birdir bu arada. Və mən belə bir uşağımsa, mənim yoldaşım da elə də. İkimizi də sövq ediblər cütləri, ikimiz də nəyik? Introvertik. Bir-birimizdən nə əməkdaşlıq etməyəcəyik, nə birimizlə ünsiyyət qurmayacağıq, nə bir-birimizə yardım etməyəcəyik, nə də ümumiyyətlə birgə fəaliyyətdə iştirak etməyəcəyik. Müəllim məqsədinə çatdı, xeyr. Görürsüz? Bax ona görə bunun seçimdə temperament də nəzərə alınır, yaş da nəzərə alınır, müəyyən qədər maraq da nəzərə alınır. Bunda indi detallı dayanaq deyək. Gələk fərdi iş forması, fərdi təlim forması əziz müəllimlər. Burada uşaqların hər biri fərqli fəaliyyətlə məşğul olur. Yəni deyə bilmərik ki, fərdi iş formasında müəllim bütün uşaqları eyni fəaliyyətdə birləşdirir. Eyni fəaliyyət varsa bu fərdi iş forması deyil. Yaxşı, çünki uşaqların mən potensialına, onların marağına deyək, temperamentinə uyğun tapşırıqlar verirəm. Və uşaqların marağı da, potensialı da, temperamenti də bir-birindən, hətta öyrənmə tərzi də bir-birindən fərqlənir deyə mən onların hər birinə fərqli tapşırıqlar verirəm. Eyni olsa, onda mən niyə fərdiyə sövq edim? Gedərəm kollektivə sövq edərəm, gedərəm qruplara sövq edərəm, cütə sövq edərəm, düzdür? Fərdinin əsas məqsədi nədir? Uşağın diferensial yanaşaraq öz ehtiyacına, tələbatına uyğun tapşırıqlarını təmin etmək. Yəni öhdəsindən gələ bilsin, inkişaf olunsun, yerinə yetirə biləcəyi tapşırıqlara sövq edək. Bu iş forması, ümumiyyətlə bir də bunu qeyd edim, unudaram. Müəllim hər bir iş formasından istifadə etməlidir. Yəni heç vaxt deyə bilmərik ki, testdə qarşınıza çıxar. Deyər ki, müəllim sadəcə bugünkü təhsil ən çox cüt və qrupları tətbiq etməyi tələb edir. Bilin ki, səhvdir. Hər birindən, fərdidən də, cütdən də, qrupdan da, kollektivdən də yerinə görə istifadə etməliyik. Heç vaxt, misal üçün, ən az deyək ki, mənfi yönləri cütlərdədir, ona görə hər dəfə cütdən istifadə edək deyə bir tələb yoxdur. Hamısının həm mənfi, həm də müsbət cəhəti var. Ona görə yerinə görə, mövzuma, məqsədimə uyğun dördündən də istifadə etməliyəm. Və deməli, fərdi iş formasının xüsusiyyətləri nədir? Uşağın fərdi qabiliyyətləri nəzərə alınır, yəni onun potensialı, onun bacarığı, onun öyrənmə tərzi, hər bir şey. Bütün uşaqlarda bir-birindən fərqlidir. Diferensialmı yanaşdıq? Bəli. Tempi fərdi olur. Yəni, hər bir uşaq öz tempi ilə çalışır. Niyə öz tempi ilə əziz müəllimlər? Bax, deyək ki, mən lənc bir insanam. Astabasar insan deyirik. Bax, mən eləyəm deyək. Əslində, mən sevikəm, amma elə düşünün. Bax, mən asta bir insanım. Mən də başqa bir yoldaşım var. Fərdidən danışmıram. İndi fərdiyə gələcəm, nəyə görə tempdir. Müəllim də bizə cütləri sövq edib. Mənim yanımda da bir uşaq sevik uşaqdır. Mən başlayacağam tempimi ona uyğunlaşdırmağa. Yəni o tez-tez işlər mən də çalışacağam ki, onu çatdırım da, geridə qalmayım. Mən də onun kimi tez-tez çalışacağam. Və yaxud yanımdakı uşaq əksinə görəcək ki, mən elə yavaş-yavaş nə isə edirəm, o da işini yavaşlayacaq ki, mənə çatsın. Və yaxud normal həyatımızdan götürək, təsəvvür edin ki, bax Məlahət müəllimə ilə mən ikimiz rəfiqəyik, gəzirik. Yol gedirik. Bax, mən tez-tez yeriyən cəld bir insanım, Məlahət müəllimə də belə yavaş-yavaş. İkimiz bir yerdə gedirik deyə, ya o mənə uyğunlaşmağa çalışacaq, yəni tempini mənə uyğunlaşdırmağa çalışacaq, ya da mən ona. Ya o tez-tez yeriyəcək ki, mənə çatsın, ya da mən yavaş-yavaş yeriyəcəm ki, o məndən geridə qalmasın. Görürsünüz, burada temp fərdi olmur, yəni öz tempi ilə yerimir. Amma fərdi də öz tempidir. Niyə? Çünki mən tək başına gəzirəmsə, onda istəsəm qaça-qaça gedərəm, istəsəm yavaş-yavaş. Düzdür? Öz tempim necədirsə elə. Burada da elədir. Hər bir uşaq öz tempinə uyğun çalışır. Yəni zəifdirsə, yavaşdırsa, yavaş-yavaş çalışacaq, yox sürətli uşaqdırsa, sürətli çalışacaq. Sonra özünə nəzarət inkişaf edir. Həm özünə nəzarət inkişaf edir, həm də müəllim uşağın inkişafını asanlıqla izləyə bilir. Çünki uşağın hər birinə fərdi tapşırıq verirəm. Biri var, müəllim mənə deyir ki, gül şəkli çək, mən özüm çəkirəm. Müəllim asanlıqla bilir ki, mən gül şəkli çəkə bilirəm və yaxud deyil. Niyə? Çünki işimə baxdı, bilir ki, təkcə mən etmişəm də, onu yanımda dəstək olmayıb, kömək, kənardan heç bir müdaxilə olmayıb, özüm etmişəm. Və artıq baxanda bilir ki, mən bunu bacarıram ya da bacarmıram. Görürsünüz, asanlıqla izlədimi? Bəli. Amma digər iş formalarında kənarda mənim yoldaşlarım da var. İstər cütdə, istər qrupda, istər kollektivdə müəllim çətinlik çəkir izləyəndə ki, misal üçün, bunu mən özümü bacardım, yoxsa kənarda yoldaşımı öyrətdi mənə, ondan mı götürdüm nəyisə. Görürsünüz, biraz çətinləşirmi işim? Əlbəttə. Amma fərdi də elə deyil. Asanlıqla izləyir.
Eyni zamanda fərdi iş forması daha çox introvert, asosial uşaqlar üçün məqsəd uyğundur. Daha çox, bax sizə testdə çıxa bilər, çünki time-də çıxır, məktəb müəllimlərində belə testlər var. Deyir ki, fərdi iş forması daha çox hansı temperamentə sahib uşaqlar üçün uyğundur? Introvert, asosial. Çünki təkdir də, o uşaq asosialdır, istəmir, məsəl üçün, başqa uşaqlarla çalışsın. Ona görə ilk başda fərdi iş formasına sövq edə bilərik. Lakin bu mütəmadi davam etməməlidir. Mən uşaqda mütləq əməkdaşlıq bacarığını və ünsiyyət qabiliyyətini inkişaf elətdirməliyəm. Deməli, başda mən fərdi işə sövq etsəm də, uyğunlaşana kimi, çətin adaptasiya olana kimi, sonra yavaş-yavaş cütə də, qrupada, kollektivə də sövq edə bilərəm. Bax belə. Sonra iş forması uşaqların sərbəst düşünməsinə real imkanları yaradan iş formasıdır. Bəli, uşaq sərbəst düşünür, uşaqda müstəqil öyrənmə bacarığı inkişaf olunur. Çünki müstəqiləm, tək başınayam. Yəni hər bir şeyi özüm edirəm. Amma kənarda misal üçün yenə qeyd edirəm, rəfiqəm olar, həm yaşıdım olar, dostum olar, anam olar, müəllim olar, kim olur olsun. Artıq ondan dəstək alacağam deyə ona bir növ bel bağlayacağam. Bir növ ona arxayın olacağım ki, o mənə kömək edir, o məni öyrədir. Burada müstəqilliyim az da olsa geridə qalır. Amma fərdi də elə deyil. Bütün iş mənim öz üzərimdədir. Ona görə mən çalışıram ki, hər bir şeyi vaxtında çatdırım. Sonra, uşaqların inkişaf səviyyəsi izlənilir dedik. Uşaqların potensial imkanlarını müəyyənləşdirər və inkişaf etdirir. Düzdür, potensial imkanı müəyyən edirik, başda dedim. Çünki tək yerinə yetirir tapşırığı, asanlıqla müəllim inkişafını izləyir. Uşağın zəif tərəflərini müəyyən edir. Yenə həm zəif, həm güclü özü tapşırıq edir. Müəllim bilir ki, bəli, zəif yönləri burdadır. Məsələn, rəngimi düzgün seçə bilmədi, qanadlarımı seçə bilmədi və yaxud ümumiyyətlə mən ona gül dedim, getdi, quş çəkdi. Bunu aşkara çıxarda bilir. Uşaqlar özünə inamı formalaşdırmağa kömək edir, bəli. Çünki mən o tapşırığın öhdəsindən özüm gəlirəm və özünə inanım da artır. Misal üçün, bilirəm ki, mən buna qadirəm. Bax, bunda özəlliklərindən biridir. Mənfi yönləri isə əziz müəllimlər, bax, fərdi iş formasının mənfi cəhəti uşaqlarda sosial bacarıqları zəif inkişaf elətdirir. Sosiallıq nədir? Mən kimdənsə ya əməkdaşlıq quram, ya da ünsiyyət quram ki, ya əməkdaşlıq edim, ya da ünsiyyət quram. Mən sosiallaşam. Sosiallıq necədir? Evdə bütün gün tək qalsaz sosiallaşarsınız? Xeyr. Bu gün bağçaya nə daha çox uşaqları göndərir valideynlər? Uşaq sosiallaşsın deyə. Yəni həm ünsiyyət qursun, həm əməkdaşlıq etsin. Görürsünüz, başqa insanlara ehtiyacımız var sosiallıq üçün. Adicə sosial-emosional inkişafı gözünüzün önünə gətirin. Görürsünüz, orada nəyi vurğulayır? Ünsiyyəti, əməkdaşlığı ən çox. Düzdür, tolerant da var dözümdə və s. amma sırf ön planda ünsiyyətlə əməkdaşlıqdır. Deməli, fərdi iş formasında tək başına olduğum üçün qrupu danışmıram. İndi məni başqa bir otağa salmırlar fərdidə deyəndə, amma özüm işləyirəm də, yanımda kimləsə danışmıram. Ona görə burada daha çox daxili nitq ön plandadır. Yəni mən durub xarici uşaqlarla danışmıram, əməkdaşlıq etmirəm deyə sosial bacarıqlar zəif inkişaf edir və diaqnostik sınağa da bu sual düşmüşdü. Mən də paylaşmışam YouTube-da da, Telegramda da. Görürsünüz, orada da deyirik, hansı iş formasıdır ki, uşaqlarda sosial bacarıqlar, yəni həm ünsiyyət, həm də əməkdaşlıq zəif inkişaf edir və yaxud heç inkişaf etmir. Daha çox zəifdir. Fərdi iş formasıdır. Yaxşı, bax, yadda saxlayaq. Mənfi cəhətlərdir. Bir də ki, vaxt çatışmamazlığı. Çünki təsəvvür edin, mən hər bir uşağa heç olmasa 2-3 dəqiqə vaxt ayırmalıyam. Düzdür, mən də lap kiçik qruplardan götürək, 15 uşağım var qrupda. Hərəsinə elə 2 dəqiqə vaxt ayırsam, mənə 30 dəqiqə vaxt lazımdır. Amma məşğələm müddəti də 10 dəqiqədir. Görürsünüz, vaxtımız çatmaya bilər. Mənfi cəhət həm vaxt çatışmamazlığıdır, həm də sosial bacarıqları zəif şəkildə inkişaf elətdirməlidir. Amma üstün cəhətləri daha çoxdur. Yəni, bu iş formasından da istifadə edə bilərik. Bu da belə. Nümunələrimiz var burada, bəli var. Bunu indi hazırladım PDF-yə. Hər uşağın ayrıca say kartları verilir. Hər görürsünüz, ayrıca say kartları. Hər bir uşaq 1-dən 5-ə qədər sayır və uyğun sayda əşya düzür. Hər biri ayrı tapşırıqdadır. Yəni desək ki, eyni fəaliyyətdə birləşir, səhvdir bu. Eyni fəaliyyət deyil, müxtəlif fəaliyyətlər. Üstünlüklər fərdi inkişafı artırır, çətinlikləri aşkar etməyə kömək edir, çatışmamazlığı ünsiyyət bacarığı az inkişaf edə bilir, əməkdaşlıqda həmçinin, vaxt çatışmamazlığı da həmçinin. Bu da belə. Bu da bizim fərdi iş formamız. Əlavələrini də testdə öyrənərsiniz. Sonra gəldik cütə. Cütlərlə iş formamız, yəni iki uşağı bir fəaliyyətdə birləşdirməkdən ibarətdir və müəllimin başlıca məqsədi bu cütləri uşağı sövq etməkdə, həm onlarda əməkdaşlıq bacarığını inkişaf elətdirməkdə ən yaxından əməkdaşlıq elə cütlərdədir. Biri var 4-5 nəfərlə dostluq edək. Bir də var ki, sadəcə ikimiz, hansında lap yaxın olarıq. İkimiz olsaq, düzdür, 4-5-də artıq biraz belə o cəbhər nə olur, genişlənir.
Ona görə 2 nəfər olsa daha yaxşı, bir-birimizdən lap səmimi olarıq. Bax bu da elədir. Ona görə ən yaxından əməkdaşlıq cütlərdə iş formasındadır. Müəllimin məqsədi həm əməkdaşlıq etməsi, həm də qarşılıqlı kömək etmək. Bir-birinə qarşılıqlı kömək etsinlər, bir-birinə yardım etsinlər, bir-birinin qarşısında məsuliyyət dərk etsinlər. Bir-biri sözü daha çox cütlərə aiddir. Amma istisnalar var. Heç vaxt tam deyə bilmərik ki, %100 hər zaman bir-biri cütdür. Qrupda da qarşınıza çıxa bilər. Yaxşı bax diqqətli olun. Amma daha çox cütlərdə vurğulanır çünki bir-biri. Mən sənin qarşında, sən mənim qarşımda, sən mənə kömək edirsən, mən sənə kömək edirəm. Sən məni qiymətləndirirsən, mən səni qiymətləndirirəm. Bu arada fərdidə daha çox özünü qiymətləndirmədən istifadə olunur. Amma cütlərdə yoldaş qiymətləndirməsindən daha çox istifadə olunur. Və xüsusiyyətlər nədir? İki uşaq birlikdə işləyir və tapşırığı əməkdaşlıqla yerinə yetirirlər. Xüsusiyyətlər qarşılıqlı kömək yaranır, ünsiyyət inkişaf edir. Uşaqlar təlim tapşırıqlarını bircə yerinə yetirirlər. Uşaqlar daha yaxından əməkdaş olurlar. Uşaqlarda ünsiyyət qurmağa şərait yaranır. Uşaqlar qarşılıqlı olaraq bir-birinin işini dəyərləndirməsinə, bir-birini daha yaxşı başa düşməyinə kömək edir. Gələk indi üstünlük və mənfi xüsusiyyətləri. Cütlərlə iş formasında bax deyirik, bir-birindən ünsiyyət qurmağa şərait yaranır. Bəzən uşaqlar boş-boşuna çox danışa bilərlər. Yəni müəllim çalışmalıdır ki, hər bir iş formasına uşağı sövq edərkən diqqət yetirsin. Cütlərdə misal üçün uşaqlar boş-boşuna, bax ikimiz də baş-başa verib elə bıdıldayarıq, eləcə boş-boş danışarıq. Yenə məqsədə çatdımı xeyr. Çünki burada əsas hədəf uşaqların bir fəaliyyətdə iş görməsi, ona fokuslanması, bir-birinə yardım etməsi, misal üçün əməkdaşlıq etməsi, ünsiyyət, sosial bacarıqları inkişaf olunması. Amma bu sosiallıq biraz belə yersiz ola bilər. Nə edəcək? Biri var fəaliyyətlə əlaqəli danışır, bir də boş-boşuna danışırıq. Yəni mənfi cəhət bu götürülə bilər. Daha sonra başqa mənfi cəhət, misal üçün deyirik, uşaqlar bir-bir işini dəyərləndirir. Əgər mən uşaqda rəy vermə bacarığını inkişaf elətdirməmişəmsə, rəy vermə nədir? Konstruktiv rəydə daha çox. Yəni nəyi bəyəndim, nəyi bəyənmədim, tənqid edirəm, nəyi bəyəndim, nəyi bəyənmədim, nə əlavə edərdim, özümdən nələr qatardım və s. münasibət bildirməkdir. Odur. Və təsəvvür edin, müəllim uşaqda əgər ki, rəy vermə bacarığını inkişaf elətdirmədən bu işə sövq edibdirsə, uşaqlar arasında konflikt yaranacaq və yenə müəllimin əsas məqsədi həyata keçmədir. Çünki istəyir ki, dost olsunlar, əməkdaş olsunlar, bir-birinə kömək etsinlər, amma uşaqlar dalaşacaq. Niyə? Çünki uşaq rəy verə bilmir, deyəcək, müəllim, mən onun işini bəyənmədim, mən ondan daha yaxşı elədim, daha çox mən işlədim, o heç işləmədi və s. Bu zaman aralarında konflikt yaranır. Görürsüz, yenə məqsədə çatmadıq. Yəni müəllim birinci rəy vermə bacarığını inkişaf elətdirir, sonra bir-birini qiymətləndirməsinə şərait yaradır. Daha sonra uşaqlar əgər konfliktdədirsə, bax bu da mənfi kimi hesab edilə bilər və yaxud nəzərə almalı olduğumuz məqam. Əgər uşaq konfliktdədirsə, küslüdürlər. Yəni bundan əvvəl mübahisə ediblər. Yenə bu iş formasına sövq etmək doğru deyil. Çünki bu iş formasına sövq edən kimi yenə dalaşacaqlar. Bax deyək ki, Rəna müəllimə ilə biz küslüyük. Müəllim də getdi bizi cütlərə sövq etdi. İkimiz də başlayacaq bir-birimizə söz atmağa, bir-birimizi misal üçün qıcıqlandırmağa ki, o zaman da nə olur? Dalaşırıq. Amma müəllim ya bizi əvvəlcədən barışdırmalıdır ki, biz orada yenə dost olaq, bir-birimizə kömək edək. Yəni əməkdaş da, dost deyəndə əməkdaş. Bir-birimizə kömək edək, bir-birimizə yardım edək. Amma küslü bu iş formasına sövq etsə, yenə heç bir məqsəd olmayacaq. Yəni dava edəcəyik. Nümunələr bir uşaq fiquru seçir, digəri həmin fiqurun rəngini deyir, bax belə bircə iş, say kartlarını cüt uyğunlaşdırırlar, üstünlükləri sosial bacarıqlar güclüdür, yəni həm ünsiyyət, həm də əməkdaşlıq bacarığı, bir də bir-birinin öyrənmə baş verir. Eyni zamanda nədir bunun üstünlüyü? Uşaqlarda empatiya hissini ən çox inkişaf elətdirən cütlərlə iş formasıdır. Çünki ikimiz yaxından əməkdaşlıq edirik. Bir-birimizin hisslərini başa düşməyə, bir-birimizin o belə vəziyyətini anlamağa daha çox şərait yaranır. Ona görə empatiya da cütlərin açar sözdür. Və ən yaxından əməkdaşlığı dedik, bir-birinə yardım etməyi dedik. Mənfi də ki, konfliktdə isə bu işə sövq etmək olmaz. Rəy vermə bacarığını formalaşdırmamış bir-birini dəyərləndirməsinə şərait yaratmaq olmaz. Bir də ki, iki asosial uşağı bu iş formasına sövq etmək düzgün deyil. Niyə? Çünki biraz öncə nümunəni dedim yuxarıda. İkimiz də sosial olsaq, hərəmiz bir tərəfə ağzımızı çöndərib öz-özümüzə işlə məşğul olacaq. Burada cütlər oldu, yəni bircə iş oldu, xeyr. Görürsünüz, ona görə biri sosial, biri misal üçün sosial olar, ikisi də sosial olar. Amma iki sosial olmaz. Bir də temperament. Çox bir-birindən fərqli. Yəni məsələn mən çox güclüyəm, deyək, və yaxud mən zəifəm. Mən zəif olum. Gülnar müəllimə də və yaxud Gülnarə müəllimə də çox güclüdür. Bax, o çox güclüdür, mən də çox zəifəm. Mən dəqiqədə bir onun diqqətini yayındıracam və yaxud yayındırmayacam. Arxayın düşəcəm ki, onsuz da hər şeydir, mən onun arxasına gizlənim. Bu zamanda bərabər inkişaf olmayacaq da. Çünki mən onun arxasına gizlənirəm, deyirəm, onsuz da o hər şeydir. Və yenə də nə olur? Mənim inkişafım ondan geri qalır. Ona görə müəllim diqqət yetirməlidir. Bax, bu məqamları dedik. Sonra gələk qruplara.
Qruplara gəlməmiş yarım qrupu deyim, yarım qrup asandır. Bax, yarım qrup deyəndə əziz müəllimlər, eynən sınaqda da belə düşmüşdü. Deyək ki, kiçik qruplarda daha çox istifadə edirik. Qrupda da 15 uşaq var. İstər birinci, istər ikinci kiçik qrupda 15 uşaq olmalıdır. Və mən yarım qruplarla iş formasını sövq edəndə 7 uşaqla bir məşğul oluram, 8 ilə də bir məşğul oluram. Yəni əslində ümumi sinifi, yəni 15 uşağı 2 hissəyə bölürəm. Birinci 7 uşaqla məşğul oluram, sonra da 8. Bu hansı iş formasıdır? Yarım qrup. Çünki birdən-birə uşaqlar körpədir, hamısını ola bilər ki, müəllim nəzarət etməyə bilər. Onlar tam istədiyi kimi inkişaf elətdirməyə bilər. O zaman yarım qrupa bölür ki, birinci 7-sinə məşğul olsun, misal üçün 8-nə dayə nəzarət edir, sonra yerini dəyişir, 8-nə məşğul olur, 7-sinə dayə nəzarət edir. Bu zaman daha çox yaxından inkişaf elətdirə bilir də, daha çox yaxından öyrətmə olur. Amma 15-i birdən olanda körpə uşaqlardır, hərəsi bir tərəfə diqqət yayınacaq. Yarım qrup bu qədər, yəni çox asandır. Gəl qruplara. Qruplar iş forması 3-6 və yaxud 3-5, yəni nə qədər istəyirsiniz də kiçik qruplar yaradırsınız. Uşaqları qruplara bölürük və ən çox qruplarla iş forması problem həll etmə iş stolu zamanı, problem həll etmə vəziyyətində tətbiq olunan iş formalarından biridir. Və bu iş forması da güclü sosial bacarıqları uşaqda inkişaf elətdirir. Həm ünsiyyət, həm də əməkdaşlıq. Ən yaxından cütdə olsa da, burada da yaxından əməkdaşlıq var. Xüsusiyyətləri komanda işi formalaşır uşaqlarda, lider bacarığı formalaşır hansı iş formasında, qruplarla iş formasında. Problem həll etmə bacarığı inkişaf edir. Nə edir? Müəllim bir problemli vəziyyət yaradır. Uşaqlar da qrup şəklində başlayırlar. Belə iş üsulumuz da var idi. Xatırlayırsınız, keçən dəfə demişdim. Uşaqları qruplara böldüm və problem yaratmışam. Hərəsi bir həll yolu axtarır. Görürsünüz, burada da birgə əməkdaşlıq varmı? Bəli, bir-birimizlə hərəmiz bir fikir deyirik, nə edə bilərik, necə edə bilərik ki, bu problemi həll edək. Görürsünüz, əməkdaşlıq komanda işi var, bəli. Yəni həm komanda işi, həm lider bacarığı, həm də əməkdaşlıq yenə formalaşır. Sonra eyni zamanda məsəl üçün bir-birini dinləmək, bir-birlərinin fikirlərini ifadə etməyə şərait yaranır. Fərqli fəaliyyətlər, fərqli fəaliyyətdə deyəndə fərqli ideyalar toplanılır, bax, fərdi iş formasında. Lakin nəyə diqqət yetirməliyik onu deyim. Müəllim qrupları uşağı sövq edərkən mütləq və mütləq nəyə nəzərə almalıdır? Qruplaşdırma qətiyyən meyar əsasında olmamalıdır. Yəni meyar nədir əziz müəllimlər? Məsəl üçün bir qrupa mən fəal uşaqları yığım, bir qrupa passiv uşaqları yığım. Olmaz. Yaxşı, bu qərəzli davranışdır. Həmçinin ədalətsiz bir yanaşmadır. Niyə? Bax, deyək ki, fiziki mədəniyyətdəyib, mən uşaqları qruplara böldüm və bir yarış təşkil edirəm. Mən avtomatik bilirəm ki, onsuz da təcrübəm var da, o fəal uşaqlar onsuz da qalib olacaq. Niyə yarışdırım mən onları? Ona görə qətiyyən heç fiziki mədəniyyət olmur, başqa məşğələ olsun. Bir də uşaqları əslində yarışdırmaq olmaz, amma fiziki mədəniyyətdə onlar da o hərəki fəallığı təmin edir. Çünki əsas məqsədimiz əməkdaşlığı formalaşdırmaqdır, amma bu yarışlar daha çox rəqabəti inkişaf elətdirir. Bu da bugünkü təhsilə ziddir. Və nə edirəm? Bax, uşaqları mən dediyim kimi qruplara bölərkən bir qrupda fərqli uşaq olmalıdır. Həm öyrənmə tərzi fərqli olan, həm potensial səviyyəsi, yəni nəsə bir meyar əsasında qruplaşdırmaq olmaz qətiyyən. Məsəl üçün bir qrupda həm zəif, həm güclü, həm audial öyrənən, həm vizual öyrənən, həm kinestetik öyrənən, yəni fərqli uşaqlar olmalıdır ki, ədalətli olsun. Yaxşı, sərsi gün deyəcək ki, müəllim uşaqları meyar əsasında qruplaşdırdı, səhvdir. Və yaxud müəllim bir qrupa fəal uşaqları yığdı, birinə passiv, olmaz. Və yaxud bir qrupa audial öyrənənləri, bir qrupa vizual, olmaz. Bir qrupda qarışıq uşaq olmalıdır. Eyni zamanda mən qrup qaydalarından uşaqları əvvəlcədən, yəni qrup meyarları ilə əvvəlcədən tanış etməliyəm. Niyə? Qrup meyarları yenə qruplarla işaretdir. Nə üçün? Uşaqda əməkdaşlıq formalaşsın deyə, yəni birlikdə işləsinlər, bir-birini misal üçün fikirlərini qəbul etsinlər, boş-boşuna müzakirə etməsinlər. Bax, çünki diqqət yetirməsən, boş-boşuna müzakirə edəcəklər, yenə heç bir nəticəyə varmayacaq. Müzakirə olunanda belə çalışmalıyıq mövzu ətrafında və biraz belə konkretləşmiş müzakirə olsun. Yəni, durub saatlarla nəyəsə müzakirə etməsinlər. Qrup qaydasından da tanış etdik. Meyar əsasında qruplaşdırmadıq ki, xeyr. Hər qrup müxtəlif həndəsi fiqurları, ev maketi qurur, qruplar verilmiş sayı qədər oyuncaqları seçir. Bax, bu nümunədir. Üstünlükləri aktivlik artır, liderlik bacarığı formalaşır. Kurikulumun yanaşmasına görə qrup işi müasir təlimin əsas metodlarından biridir. Bəli, qruplarla iş, həm uşaqlar, bax, layihə əsasında işləyəndə də qruplara bölürəm uşaqları. Layihə bilirsiniz də, bugünkü yeni təhsilin tələbindəndir. Həm uşaqda yaradıcı bacarıq inkişaf elətdirir, həm problem həll etmə və s. Bax, orada da daha çox qrupdan istifadə edirik. Çünki qrupda həm əməkdaşlıq, həm fərqliliyi qəbul etmə, həm misal üçün birgə işləmə, nə olsun, nə istəyirsiniz, hər bir şey formalaşır, hər bir şey inkişaf edir. Amma mənfi cəhəti kimi, misal üçün, işgüzar səs-küyü verə bilər,
Mənfi cəhəti kimi bəzi uşaqlar çox, bəziləri az çalışa bilər. Bax bu mənfi cəhətidir qrupun. Necə? Məsələn, bir qrupa uşaqları yığıram. Biraz öncə cütdə dediyim kimi, bəzi uşaqlar fəal uşaqların arxasına gizlənir. Və yaxud müəllim əgər işi bərabər bölməzsə, bax bu da qrupun asar sözüdür. Mən işi düzgün bölmədim də uşaqlar arasında. Bəzi uşaqlar çox çalışır, bəziləri az. Bu da digər uşaqların narazılığına səbəb olur. Deyir müəllim, niyə mən çox elədim, o az elədi? Niyə hamısını mən elədim, o eləmədi? Bax bu cür yenə problem yaranır. Ona görə diqqətli bütün uşaqların prosesdə iştirakına diqqət yetirməliyik. Bu da bizim qrupumuz. Sonra gəldik kollektivə. Kollektiv iş forması ən asandır. Düşünürəm asanlıqla taparsınız. Və frontalda qeyd olunur burada. Frontal daha çox fiziki mədəniyyətdədir. Bir də frontalda vaxt var. Eyni tapşırığı eyni vaxtda. Kollektivdə elə vaxt verilmir. Daha doğrusu, yəni konkret demirəm, bir dəqiqə ərzində bunu yerinə yetir də, ümumi işdir. Kollektiv iş formasında müəllim bütün uşaqlarla, bax bütün uşaq deyəcək, uşaqların hamısı deyəcək, bütün sinif deyəcək. Yəni bütün uşaqlarla eyni vaxtda çalışmaq. Məsəl üçün nağıl danışıram uşaqlara. Görürsüz, yarısını bir tərəfə yığıb danışıb, pıçıldayıb, sonra başqasına danışmıram ki, xeyr, hamısını qarşıma oturturam, əyləşdirirəm, sonra nağıl danışıram. Bu hansı iş formasıdır? Kollektiv. Məşğələ keçirsiniz. Daha çox, bax məşğələnin o dərk etməsində məlumat ötürmə və s. daha çox necə formada keçirilir? Kollektiv. Durub yarı qrupu bir tərəfə çəkib qulağına demirəm ki, uşaqlar, bax bu budur, məlumat budur mövzudan. Sonra digər uşağa demirəm də, hamısını bir deyirik. Yəni ona görə bütün sinifdə, bütün uşaqlarla çalışmaq və eyni fəaliyyətdə birləşmək. Hamımız, bax hamısı sözü də kollektivdə. Hamımız oturub nağıl dinləyirik. Hamımız eyni fəaliyyətdəyik, əlbəttə. Hamımız eyni fəaliyyətlə məşğuluq. Nə edə bilərik hamımız? Nə edək? Misal üçün müəllimi təkrar edirik, hərəkətlərini əllərimizi göyə qaldırırıq, aşağı saldırırıq. Hamımız eyni vaxtda o fəaliyyətlə məşğul. Görürsüz, yəni fərdinin fərqi odur ki, fərdidə fərqli işlərdir, kollektivdə eyni işdir. Yaxşı, eyni iş, bir də bütün sinif, bütün uşaq. Baxın, elə burada da bütün uşaqlar var. Eyni vaxt sözü frontala aiddir. Bax, burada hər ehtimala vermişəm, fiziki mədəniyyətlə əlaqəli. Eyni vaxtda yox. Eyni vaxtda deyəndə, yəni misal üçün, hamımız eyni vaxtda nağıl dinləyirik, eyni vaxtda müəllimi təkrar edirik, odur. Bir də ki, misal vaxt verirəm, deyirəm, bax bircə dəqiqə bunu edin, hamınız gedin, ora qaçın, gəlin, bu frontaldır. Amma kollektivdə, yəni eyni vaxtda hamımız nağıl dinləyirik, eyni vaxtda misal üçün müəyyən fəaliyyətlə məşğul oluruq. Xüsusiyyətləri mövzunun ümumi izahı verilir, eyni fəaliyyət bütün qrupa tətbiq olunur. Bağça nümunəsi müəllim şəkillərlə nağıl danışır, bütün uşaqlar birlikdə sayma məşq edir. Bax görürsüz, bütün uşaqlar dinləyir. Üstünlükləri vaxta qənaət edilir, mövzunun ümumi qavranması təmin olunur. Lakin çatışmamazlıqda fərdi fərqlər tam nəzərə alınmaya bilər. Yəni müəllim kollektiv iş formasında daha çox differensiallığı nəzərə almalıdır. Niyə əziz müəllimlər? Çünki mən əgər differensiallığı nəzərə almasam, fəal uşaqlar aktiv iştirak edəcək prosesdə. Pasiv uşaqlar arxa planda qalacaq və yaxud sağlam uşaqlar ön planda daha çox fəal iştirak edəcək. Sağlamlığında məhdudiyyət, yəni sim uşaqlar, özəl uşaqlar arxa planda qalacaq. Ona görə müəllim kollektiv iş formasında çalışmalı ki, hər bir uşağın, bütün uşaqların prosesdə iştirakını təmin etsin. Və yaxud tapşırıq verirəm. Tapşırığı misal üçün elə verməliyəm ki, hər bir uşaq onu yəni vaxt verirəm də. Misal üçün vaxt verirəm ki, hər bir uşaq çatdırsın. Yəni ruhdan düşməsin. Çünki necə ola bilər? Bax, acı sual verirəm. Biraz tələskar uşaqlar olur da. Sualı dinləməmiş cavab verir. Elə uşaqlar və yaxud yaxşı potensialı yüksəkdir, tez cavab verir. Pasiv uşaq, biraz belə ləngi uşaq da gec cavab verir. Onda da məyus olur ki, bax yenə mən çatmadım, yenə mən birinci olmadım, yenə mən bacarmadım. Ruhdan düşür, motivasiyası azalır. Bu da bugünkü təhsilə ziddir də. Deyir hər birinə əksinə motivasiya et. Və ona görə müəllim vaxt verir ki, 1 dəqiqə, 2 dəqiqə həm bu tələskən uşaq bir dəfə də cavabını düşünsün, yəni sona qədər sual dinləsin, həm də digər uşaq ona kimi vaxtını, daha doğrusu sualın cavabını hazırlasın. Görürsüz, yəni differensial yanaşdığımı, bəli. Fərdidə differensial yanaşmaya ehtiyac yoxdur. Onsuz da fərdi iş formasıdır. Yəni differensialdır. Amma kollektivdə uşaqların hamısıdır deyə mən differensiallığı nəzərə almalıyım. Vaxt da verməliyəm. Uşaqlara misal üçün çalışmalıyım ki, hər bir uşaq prosesdə iştirak etsin və ən çox kommunikasiya bacarıqları kollektiv iş formasında uşaqlarda inkişaf edir, ünsiyyət bacarığı. Çünki uşaqların hamısı həm bir-birini dinləmək, həm bir-birinin fikrini sona qədər dinləyib, sonra öz fikrini ifadə etmək, yarıda bölməmək, bax bunlar kollektivdir. Bir də kollektivdə çalışmayan cəhət xaotik səs-küydür. Düzdür, bax, imtahan suallarında sırf xaotiklə işgüzar səs-küyü konkret birinə aid etməsi doğru deyil. Çünki qrupda da bəzən xaotik səs-küyü ola bilər. Xaotik nədir? Yəni
yerdən çox səs-küy çıxır. Bax bu nəzarət etməsə qrupda da mövcuddur. Lakin ən çox kollektivdədir. Çünki bütün uşaqlardır deyə hər avazdan bir səs çıxır. Ona görə xaotik səs-küy daha çox kollektivə şamil edilir. Amma işgüzar da daha çox qrupdadır. Düzdür, o elə mənfi xüsusiyyət sayılmır, amma yenə. Sonra məktəbqədər və ibtidai təhsil proqramında uşaq yönümlü təlim əsas götürülür, aktiv öyrənmə metodları tətbiq edilir. Bunlar aktivdirmi? Bəli. Sonra fərdi və qrup fəaliyyətləri balanslaşdırılır, həm fərdi, həm qrup. Yəni uşaqların sosial bacarıqlarda differensial fərdi fərqlər də nəzərə alınır. Sosial və idraki inkişaf paralel aparılır. Həm sosial bacarıqlar, həm idraki. Ümumiyyətlə hər bir sahədə inteqrasiya edirik. Bu səbəbdən praktikada, dərslərdə bu formada bir-biri ilə kombinə olunmuş şəkildə istifadə edilir. Yəni hər bir iş formasından istifadə etməliyik, yerinə, mövzuya uyğun. Bizim iş formalarımız. Suallarınız var müəllimlər bundan bağlı? Nədir flegmatik? Flegmatik. Hə, siz nə deyirsiniz? Flegmatiki deyirsiniz. Flegmatik bu temperamentlərdir. Sanqvinik, xolarik, melanxolik, bir də flegmatik. Flegmatiklə melanxolik, asosial introvertli, sanqviniklə xolorikdə daha çox sosialdır. İndi onların da özünə görə xarakterik xüsusiyyətləri var. Məsəl üçün sanqvinik daha çox, məsəl üçün hər şeyə ilk atılandır, risk etməyi sevir, lakin tezdə həvəsi keçir. Yəni məsəl birdən həvəslənirəm, deyirəm ki, bax dağları dələ bilərəm. Anidən də həvəsim ölür, deyirəm ki, heç nə eləyəsi deyiləm. Bax bu sanqvinikdir. Xolorik daha çox gəzməyi sevir, daha çox müşahidə etməyi sevir, yəni əylənməyi, oynamağı, rəqs etməyi. Axtarsaq hamısı hər birimizdə var. Məsələn, melanxolik qısaca deyirəm ha. Melanxolik daha çox məsələn özünü fəda etməyi sevir. Deyir ki, Allahım, nə olur mən olsun, pis mənada heç kim üçün olmasın, amma o elə düşünür. Nə olur mən olsun, heç yaxınlarıma heç pis bir şey olmasın. Özünü mütəmadi qurban verir bir növ belə deyək. Flegmatik də lap pisdir. Flegmatik konkret asosialdır. Yəni necə asosial? Ümumiyyətlə heç nədən qorxmur, ümumiyyətlə heç kimdən ünsiyyət qurmur. Bir növ elə uşaqlar, elə insanlar böyüyəndə yəni intihara da çox meylli olurlar. Bax elə deyək, hədsiz dərəcədə. Məsəl üçün indi melanxolik indi özünü fəda edir, biraz belə çox həssas, çox duyğusaldır, amma flegmatik konkret hissizdir, bir növ elə demək olar. Yəni kəskin formada asosialdır. Psixoloji tiplər amma dediyimiz kimi introvertdir.